Hə, nə bilim, bu kişi rəhmətə gedəndən baş bitirmişəm. Qapı niyə açıqdır? Heç bilmirəm 40 nətər verəcəm. Oğul, Ata? bilirəm. Mən öləndən sonra sizə əziyyət vermişəm. Halal xoşun olsun, heç bir əziyyət yoxdur. O lapatkanı görürsən? Həmişə elədiyin zarafatlar eləmədi ata. Yox oğul, bu dəfə zarafat deyil. Götür onu, mən dediyim yeri qaz! Qaz! Qaz hissi gəlir oğul. Bu elə belə şeydir ata, düzəldəcəm onu. Qazıram da narahat olma. Qaz! Ay ata, bu vəsiyyət nədir? Bilirsən oğul, mən ölməmişdən bir ay qabaq apardım maşınımızı qoydum Brend Avtokritdə. 50.000 manat pul götürdüm. O pulu apardım Zəynan xeylaqlarıyla dağıtdım. Sadəcə olaraq can verəndə utandım sizə deməyə. O pulu da ödəyərsən oğul. Sənin canının. Bəs mənə demişdilər, çəkinə düşdüyün vaxt uça bilərsən. Fırdacam indi səni.